deməli, Prezident İlham Əliyev vəzifə təyin elədiyi insanlara nə deyib dəyərli dostlar? Deyir ki, vəzifədən götürüb bir vəzifə qoyduğu insanlara deyir. Görün nə deyir? Həyatda, məişətdə özü, onun yaxın qohumları özlərini elə aparmalıdırlar ki, vəzifəyə təyin olduqlarının qarşısında deyirəm. Bizim ümumi işimizə heç bir irad tutulmasın. Halbuki nə qədər biz dəyərli olsa siqnallar veririk ki, qardaş, burada belə oldu, orada elə oldu, bu durum bax, icra başlar, belə oyunlar açırlar, nə bilməm, o birisi belə eləyir, bu birisi belə eləyir, heç bir ölçü götürülmür. Gör nə deyir? Deyir ki, bizim ümumi işimizə heç bir irad tutulmasın. Yəni, vətəndaşlar təmin irad tutulmasın. Əfsuslar olsun ki, bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər. Məsələn, İlham Əliyev özünü cəmiyyətdə düzgün apara bilməyən məmurlar haqqında hansı ölçünü götürür? Heç bir ölçünü götürmür, yalnız onların vəzifələrini böyüdübdür. Məsələn, o vəzifəsi böyüdülənlərdən biri də Xanlar və Əliyevdir ki, onu götürdü, Konstitusiya Məhkəməsinə hakim qoydu. Ondan sonra bu günlərdə hansı idi, deyəsən, bu Qubadlılar olan, nə idi onun adı, o generalı götürdü, o yeni bir vəzifə təyinlədi onda. Nəysə, belə, yəni bu cür insanlar təyinlədi və ifrat dərəcə təkəbbürlük göstərirlər. Özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə həm öz nüfuzlarını itirirlər, eyni zamanda dövlətimizə, dövlətin siyasətinə ləkə vurmuş olurlar. Mən yenə deyirəm, bu cür ləkə vuran insanlar İlham Əliyevin təyin elədiyi vəzifələrin hər biridir. Amma heç biri haqqında ölçü götürmür. Heç bir zamanda ölçü götürməyib və ölçü götürməyəcək, çünki hamısını özünə bənzətmək istəyir və bu ölkədə yeganə, deməli, korrupsiyonu, rüşvətxor İlham Əliyevin özüdür və məmurlar da onun kimidir. Burada da ona vurğulayır, deyir ki, bununla bərabər bəzi hallarda korrupsiya, rüşvətxorluğa düşar olurlar, güya icra başçıları. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə qanun qarşısında cavab verməli olur. Bunu hələ görməmişik. Və belə hallar, əfsuslar olsun ki, bugün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Ona görə sizdən tələbim icra başçılarından tələb edirəm, təyin icra başçılarından. Eyni zamanda xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizdə ikinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə əlbəttə ki, lazım ölçülər götürüləcəkdir və heç bir zamanda heç bir ölçü götürməyib dəyərli dostlar. Yalnız bunların kat yoluna deməli, xəyanət edən insanlar görürsən bəzən cəzalandırılır. Yəni, bunlara rüşvət verməyən insanlar.